Salam, hörmətli izləyicilər. Bilirsiniz ki, sosial yardım verən qurum çox vaxt insanlara deyir ki, mütləq amil alması boşanmışsa, yoxsa sosial yardım vermiş. Bəs bilirsiniz ki, hansı adı amil almağa ehtiyac yoxdur, birbaşa yardım verilməlidir. Yəni, söhbət gedir sosial yardımdan, hörmətli izləyicilər. Əgər maraqlıdırsa, video sonuna qədər izləyin. Mən hüquqşünas Zaur Seyidzadə bu barədə məlumat verəcəm. Və sizdən xahiş edirəm, videonu bəyənin, qoy əlvi olan şəxslər, ailə üzvləri, az təminatlı araya bilsin. Mən bunu sizdən bir əlvi olan şəxs kimi, ailə arabasında olan şəxs kimi xahiş edirəm, hüquqşünas kimi xahiş edirəm, ailə təşkilatının rəhbəri kimi xahiş edirəm ki, qoy insanlar hüquqlarını bilsin. Bəyənin, videonu bəyənin. YouTube qaydalarına görə, əgər bəyənirsinizsə bir bəyənmə 7-8 nəfərin qarşısına videonu çıxardır. Qoy əziyyətin hədər gedilməsin. Mənə dəstək üçün YouTube kanalına abunə olun, hörmətli izləyicilər. Və bəyənin keçən mövzuya, hörmətli izləyicilər. İnsan əgər fəaliyyət qabiliyyətini itiribsə, bir var əmək qabiliyyəti, yəni əgər əmək qabiliyyətini itirir, işdə bir pensiya və yaxud müavinət alır. O halda amil ödəməlidir. Amma fəaliyyət qabiliyyətini itiribsə, özünü idarə edə bilmirsə, məhkəmə qərarı əslində fəaliyyət qabiliyyətsizlik elan olunubsa, hörmətli izləyici, qayımı varsa, o halda amil ödəməkdən azad olun. Və yaxud belə deyək, hərbi hissəyə gedibsə, müddəti hərbi xidmətə belə deyək, əskər kimi gedibsə, o halda da amiliyyətin ödəməsi dayandırılır. Yəni, amiliyyət ödənilmir, hörmətli izləyicilər. Nəzərəm, əgər yox komandir, zabit kimi gedib işləyirsə, maaş alırsa, o halda amiliyyət verməlidir, hörmətli izləyicilər. Mütləq qaydalar. Bunu nəzərəm. Bundan əlavə, əgər insan azadlığına məhrum olubsa, cəza çəkmə məsələsindəsə, orada baxmaq lazımdır. Əgər yerlər var ki, işləyib, amiliyyət ödəyə bilər, ümumi rejimdə, yəni saxlanılırsa, yüngül şəraitdə saxlanılırsa və yaxud belə deyək, ağır cəza çəkirsə, xüsusi rejimdə saxlanılırsa, o halda ödəyə bilməz. Və yaxud nədəsə iddian olunur, hərəsində gedib müqəddəs təcridxanada saxlanılırsa, o halda da amiliyyət ödəməyə bilər. Yəni, amiliyyət ondan tələb eləmək olmaz. Hörmətli izləyici, qanunsuzdur. Və ya amiliyyəti alan şəxsi, amiliyyəti ödəyən şəxsə qarşı hansısa bir cinayət əməli törədibsə, o halda da həmin şəxs amiliyyətin ödəməsini dayandıra bilər. Hörmətli izləyicilər. Belə bir məsələyə nəzərə alın, mütləq şəkildə. Yəni ki, bu hallarda Sosial Müdafiə Naziri sizdən amiliyyət tələb edə bilməz. Bir daha xatırladım. Əgər amiliyyət ödəyən şəxs əskərlikdə xidmət edirsə, əskər kimi məsələsinin, sonra fəaliyyət qabiliyyətsizlik elan olunubsa, hörmətli izləyicilər, o halda bir də azadlıqda məhrum olunubsa, müəyyən şərtlərlə orada şərtlərə baxmaq lazımdır. Ciddi rejimdə saxlanırsa, o işləyə bilməyəcək. Kamera rejimində saxlanır. Kamera rejimindəsə iş olmur. Amma ümumi rejimdə saxlanırsa, bəli, o halda yəni işləyib amiliyyət ödəyə bilər. Nəzərə almaq lazımdır bunların hamısı. Yəni ki, vətəndaş deyə bilməz ki, mütləq mənə amiliyyət ödə. Sosial yardım verən qurumda tələb edə bilməz ki, siz gedin amiliyyət alın, ondan sonra biz sizə yedirəm, vəsaiti ödəyik. O qanunsuzdur, hörmətli izləyicilər. Nəzərə alın, mütləq şəkildə. Və yaxud hətta onu da qeyd edin ki, insan ola bilsin, xəstə olsun, xəstəxanaya düşsün, o müddətdə işləyə bilməsin. Ona nəzərə alın. Amiliyyət və belə deyək, maaş tələb edə bilməz. İnsan xəstəxana olduğu dövrdə. Xəstədir, əgər bunun belə deyək, əlvi alma müddətinə 6 ay var. 6 ay faizəsiz, yəni müalicə olmalıdır. İnsan da bir də görsə işləyir, sosial yardım alır, maaşı az olur da. Bir də görsə xəstələnir düşür xəstəxanaya. O halda sosial yardım davam etməlidir. Hörmətli izləyicilər. Əgər kəsilirsə, o halda qanunsuzdur. Bir daha xatırladıram, hörmətli izləyicilər. İstər sosial yardımla bağlı, istər digər məsələlə bağlı, hüquqi məsləhət almaq üçün mənim telefonuma, YouTube kanalında istənilən videonun izahı yerində qeyd olunub. Ondan da əlavə YouTube kanalında şot bölməsində istənilən videonun üzərində var. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır. Bundan əlavə ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərəm. O var başqa bir qiymətdir. O barədə ətraflı məlumat ala bilərsiniz. Hörmətli izləyicilər, sizdən xahiş edirəm ki, videonu bəyənin, qoy hamı bilsin.
Və nə suallarınız varsa, WhatsApp-a yəni səsli müşahidə formasını göndərin. Hörmətli izləyicilər. Bir də gözü başqa yerdə olan zənglərə cavab verə bilmir. Ona görə mütləq qaydada yalnız belə deyək də səsli formada WhatsApp-a göndərin. Vaxt olan kimi sizin suallara cavab verəcəm. Mən həftənin 7 günü işləyirəm. Diqqətinizə görə sağ olun. Sağ olun.